Mənim özüm iri tutumlu da həcmli avtobusum var, kiçik tutumlu həcmli marşrutum da var. Ona görə də iri tutumlu həcmli avtobus almışam, kredit götürüb onu almışım. İri tutumlu. Sadəcə onlarla bu kiçik tutumlu həcmli avtobuslarla ehtiyat hissələrinin baha olduğu, yanacaq sərfiyyatının 2 dəfə artıq getirici üçün və Bərdə şəhərində iri tutumlu avtobusların dönmə maneələri var. Dönmələrində problem yarandığı üçün sərnişin daşımada 50 qəpiklə o iri tutumlu həcmli avtobusların sərnişin daşımaq üçün reçetini çəkilir, onun üçündür. Və bizim belə bir marşrutlarımız var, sadəcə az qismindadır. Ona görə də biz bunları sərnişin daşımaq 5 dəqiqə interval olduğu üçün, bizdə qaraj olmadığı üçün məhdudluq qismində az avtomobilləri növbəli şəkildə aradan qaldırılır. Sirenalardır, üzdən zamaskal olan maşınları, rəngləri aradan qaldırılır. Müəyyən bir qismindədir o da. Çox qismində deyil. Çox sakinlər, rayon sakinləri bilir ki, bu balaca marşrutlarda kondisioner yoxdur. Hava isti yay keçdiyi sahələr olduğundan onlar da istəyir ki, Bərdədə elə avtobuslar olsun ki, onların kondisioner olsun. Ondan bağlı nə deyirsiniz? Bizim Bərdə şəhərində marşrutlarımız var ki, içində kondisioner də var. Amma bu dəqiqə başı, onlar 5 dəqiqə həcmləri, hər 1 dəqiqən bir, 30 sənədən bir mindiş olduğu üçün kondisioner avtomobil texnikasının içində soyuq saxlamır. Ona görə avtomobillərimizi kondisioner qoymaq bizə həm sərf eləmir, yanacaqda da çox işlədir. Ona görə mühərrik gücə düşür. Dəqiqə başı avtomobil texnikası dayandır, min düşlərə görə 5 dəqiqə məhdudiyyənlər kondisioner ona görə sərf eləmir. İndi hal-hazırda həmin o ictimai nəqliyyat vasitələrində elə bir marşrutlar var ki, onlar nasaz vəziyyətdədir. Nasaz vəziyyətinə qədər üstünün kraskasına çöldən onlara kraska lazımdır. İkincisi oturacaqları nasazdır. İçində deyirlər toz torpaqlar var, simişka qırıntıları, su qabları. Bax, onu nə ilə əlaqələndirirsiniz? Üzündə zamaskı olan avtomobillərimiz müəyyən bir 3-4 saydadır. 3-4 ədəd avtomobilimiz var ki, bizim o zamaskalıdır. İçinin çuxolları, o cırıq olması, içinin simişka qabı, zilmir olması da bizim sərnişinlərdən asıldır. Bizim sərnişinlər oturur avtomobilə, barmağı ilə çuxolu cırırlar, simişka çıxdır, üzr istəyirəm, yerə tökürlər. İçini natəmiz edən bizim sərnişinlərimizdir. Onun üçün də bizim avtomobillər gecədən bütün avtomobil içi təmizlənir, sərgiyə salınır, amma sadəcə səhər-səhər yəni zibil gətirib üzr istəyirəm, avtomobil texnikasının içinə qoyub düşən bizim sərnişinlərimiz var. Gördüyünüz kimi mən də həmin o sakinlərin bildirdiyi ictimai nəqliyyatdayam, səhər saatlardır. Marşrutların içinə baxırıq ki, hər yer təmizdir. Bəli, bir çox marşrutların oturacağında nasazlıq var. Sirrilik görürsünüz, bunda bilinmir, yoxdur. Amma bir neçəsində var. Demək, niyə marşrutların içi natəmizlik olduğunu bildirir sakinlər? Səhər saatlarında hamısı bax belə təmiz olur. Günorta saatlarında uşaqlar məktəbdən çıxandan sonra əllərindəki simişkanı içdikləri su qabları maşına atırlar deyil. Sürücülərin bildirdiyinə görə ondan sonra bax natəmizlik yaranır marşrutlardan. Mən Allahverdiyev Mahir Qədimoğlu. Bir nömrəli marşrutun sahibkarıyam. Sakinlər bildirir ki, kiçik tutumlu marşrutlar var rayonda, kondisionerləri yoxdur, oturacaqları salxaqdır, natəmizlik var avtobuslarda. Bunun nə əlaqələndirirsiniz? Bəli, haqlı tərəfi də var, haqsız tərəfi də var. Onunla əlaqələndirə bilərəm ki, yəni bayaq yoldaş da dedi, marşrutlar elə bir nömrədə, 2 nömrədə, 3 nömrədə elə marşrutlarımız var ki, içində 1-2 saymaq şərti ilə deyə bilərik. Amma o da yavaş-yavaş aradan qaldırılır. Onu da ondan əlaqələndirə bilərəm ki, yəni bu sərnişinlərin bilavasitə öz belə deyək də natəmizliyindən əmələ gəlir də qardaş. Minir maşına, bazı elə vaxt olur ki, altdan zajqarpa ilə o sirenanın başına keçirilən o örtüyü yandırırlar. Parmaqları ilə cırıflar, çolu cırıflar. Belə, yəni bunu tam şəkildə sürücünün sahibkarım üstünə atmaqla deyil də qardaş. Yəni bu real danışmaq lazımdır. Bu da hal-hazırda, yəni bizim 1 nömrə, 2 nömrə, 3 nömrə, bu aradan şpaklovkalı maşınlardır, içində natəmiz olan nə bilim maşınlardır, yavaş-yavaş, yəni deyilsə də, deyilməsə də bu aradan qalxır. Bunu da ancaq sərnişinlərimizdən asılır.
Bax, olmazmı ki, Bərdədə kiçik tutumlu marşrutlar dəyişə, böyük tutumlu avtobuslar gətirilə Bərdəyə. Bəli, o bir neçə il bundan öncə bizə deyildi, yəni sahibkarlar tərəfindən Isuzu markalı böyük tutumlu avtobuslar alındı. Demək olar ki, haradasa bir 4 ay, 5 ay işlədi. Yəni sərf eləmədi. Kondisioner da sıradan çıxdı. Yəni bu bazarın üstüdür, müəyyən tıxaclar var, profkalar var. Hərəkət eləmək mümkün deyil. Zapçası bahadır. Bugün 2 res, 3 res məsələn ola bilər tutur da, marşrut tutur klientin. Amma o biri 3-4 resi demək olar ki, çıxıb nəzər salsaz boş hərlənir. Yəni bu dəqiqə sərf eləsə əlbəttə ki, böyük tutumlu marşrutlar alarıq. Yəni gələcəkdə, yəni o lap böyük tutumlu marşrutlar bizə, yəni bir sahibkar kimi 20 ildir mən işləyirəm, yəni bizə sərf eləmir. Ona görə ki, hərəkətə də mane olur, zapçasa da, yəni cibimizə də mane olur, yanacağa da mane olur. Amma Mercedes tipli avtobuslar var, sprinterlər var, ili təzə sprinterlər var. Yəni ondan tədricən yavaş-yavaş alıb marşrutumuza salıb işləyəcək inşallah. Buyurun, özünüz təqdim edin. Rüstəmov Zora Bəşirəfoğlu. Siz də sahibkarsınız da. Bəli, mən həm sahibkaram, nəqliyyatdan söhbət gedir də, düz gedəlir. Mən hiss elədim ki, siz nəqliyyata görə dayandırmışsınız bizi. Mən həm sahibkaram, həm də bu marşrutda nəzarətçi, uzun müddət işləmişəm. Yəni, bu nəqliyyat problemlərini, işlərin çoxunu mən yaxşı bilirəm. Özüm mütəxəssisəm bu işlər. Nə sual verirsin, mən cavab verə bilərəm. Bilirlər ki, rayon sakinləri bu marşrut rayonda ictimai nəqliyyatı, çöldən görünüşü, şpakloftalı maşınlar var. İkinci, ondan əlavə oturacaqları sınıq salxaqdır, natəmizlik var marşrutların içində. Sonra çiğnidir deyirlər oturacaqlar. Bununla bağlı nə deyə bilərsiniz? Çox düz. Siz dediyiniz sözdə həqiqət var. Həqiqətən də bizdə marşrutlar var ki, içi natəmizdə var. Sonra nə bilim çişli də var. O baxın o sahibkarın nəsə deyirlər, öz cibini büdcəsinə, onun fərasətinə işlədən sürücünün dayağına. Amma az bir miqdardadır. Yəni onun da üstündə çalışırıq ki, o maşınları aradan qaldıran müəyyən hissələr. Yəni təzədən yenilənməsini istəyirik, amma yenilədə də bilmirik. Niyə görə yenilədə bilmirik? Yəni ona büdcəmiz, gücümüz çatmır. Bank kreditləri güzəştlə verilmir ki, sən gedəsən bankdan maşını götürəsən, təzə maşın salasın. Görə də ki, gərək dövlət tərəfindən nəsə bir köməkdarlıq ola ki, biz o maşınları yeniləyək. Bax, nə çətinlik yaranır ki, kiçik tutumlu marşrutlar Bərdədə var. Onları mümkün deyil ki, yeniləyək. Tutumu çox olan avtobuslar gətirək rayona. Problem elə ondadır da. İndi bu vaxta qədər siz hamıdan qəşəng rahat bilirsiniz ki, Misal müəllim, bu biz Bərdə zonasında, yəni Möhtərəm prezidentimiz hər bir şey təklif edir. Bax, gündəlik nə qədər köçkünlərimiz köçür, hamısı öz ata-ana yurtlarına köçürlər. Bu köçdükcə də Bərdənin gücü biraz yüngülləşir. Yəni ki, bu nəqliyyat tərəfindən yüngülləşir. Gələcəyə indi böyük tutumlu avtobuslar almışıq da. Amma istifadə edə bilmirik. Bazarın qabağına gedirik, dönə bilmirik. Yəni nəqliyyat vasitəsinin çoxluğundan daxilidir. Bax, həmin iri tutumlu ictimai nəqliyyat vasitələrindən, bu kiçik tutumlarla qiymətində, xərcində fərq varmı? Heç bir fərqi yoxdur. 50 qəpikli gediş-şat qiyməti. Yox, onu demirəm, xərci. Məsəl üçün, xərci böyük tutumlu avtobusların, xərci çox yüksəkdir. Yəni onun bir dənə bir hissəsi qırılanda qazanc raskodu ödəmir. Yəni bir dənə bir prezident, bir dəmir o aradan sıradan çıxanda bir ehtiyac hissəsi. Yəni onu alıb çatdıra bilmirik. Sərqəli şəhərmətdə işlətməyinizi məsləhət bildik ki, yəni hələ ki də bir müddət bu avtobuslar işləsinlər. İndi bax, qarşıda bu həmin nasaz olan ictimai nəqliyyatın çöldən bax görünüşü, görürük də bax keçir. Bəli, var. Həmin o marşrutların çöldən görünüşünün traskalanması, oturacaqların sınığının düzəlməsi, içinin natəmizliyi aradan qaldırılmaq nəzərdə tutulurmu? O nəzərdə tutulur. Bizə qaraj lazımdır, qaraj lazımdır. Yəni bu maşınlar mütəmada olaraq gündəlik hansısa işləyir maşın işdən sonra
axşam işləyən sənətkarlar, ustalar oldu. Biz o maşınların nasazlıqlarını, müəyyən o şpaklovka yerlərini kraskatmağa ehtiyacımız var. Bax, nə eləmək olar ki, bu marşrutları yeniləyək, sakinlərimiz də ki, narazı qalmasınlar. Nə eləmək olar bax, bundan bağlı? Valla mən hiss edirəm ki, bundan sonra, bu çəkilişdən sonra, bu danışıq söhbətlərdən sonra, yəni siz yəqin ki, təhmənlə yox, müəyyən sahibkarlarla da görüşdünüz, bir nömrəli xəttədə olmuşsunuz. Yəni, mən 2 nömrəli xəttə işləyirəm, yəni 3 nömrəli xəttədə olmuşsunuz. Bütün sahibkarlarına bu işdə yəni çalışmışsınız ki, bu xalqın üçün, bu Bərdə cəmaat üçün rahatlıq olsun. Yəni bu söhbətlər olursa, yəni bu söhbətlər olursa, indidən qədər mən öz şəxsən mənim əlimdə olan nə maşını varsa, nə sürücülər mən də iştirak edir. O maşınları biz sağ vəziyyətdə, yəni içinin sileniyələrin çıxollarıdır, əqaltı çıxolları, bunların hamısı çəkib hazır edəcək ki, yəni biz də təkrar bu problemlər yaratır. Salam. Cəfərov Sal Adilov. Sakinlər bildirir ki, ictimai nəqliyyatın içi natəmiz olur, oturacaqlar sınıq-salxaq olur. Bununla bağlı nə deyə bilərsin? Bax, niyə o maşınların içi natəmiz olur? Valla natəmizlik birincisi sürücünün özündən asılıdır, bu bir. İkincisi də ki, müştərilərdən də natəmiz olanı var. Məsələn, zibili yeyirlər, atırlar yerə, simişdən tuturlar, tökürlər içinə. Yəni zibil kimi. O da içinin natəmizliyi sürücünün özündən asılıdır. Elə sürücülər təmizkardır, təmiz olur. Elə sürücülər var ki, bintirdi, çikli olur. Ağay Firdovsu, mən də bir sahibkar olaraq demək istəyirəm ki, əvvəllər bu sərnişin daşımada problem daha artıq idi. Bu günləri bu qaçqınlar, bu köçkün rayonlar ki, ağılınıqdır, bunlarla bağlı əhalinin köçürü davam edir. O davam etdikcə burada sərnişin azalır Bərdə rayonunda. Ona görə də bu maşınlarda yəni sərnişin mindüşdə heç bir problem yaranmır, sıxlıq yaranmır. Biraz narahatlıq bəzi işlərdə var, onlar da qismən götürülə bilər. Biz hamımız özümüz normal faizlə kredit olmuş olsa biz elə götürüb maşınları da dəyişmək mümkündür. Amma indi biraz bəzi sıxıntılar var, onlardan ötməliyik.